Zəfər İdarəçisinin rəhbərlik vizyonu və ənənələri layihəsinin açılış mərasimi keçirilib. Məqsəd Prezident İlham Əliyevin Zəfər siyasətinin idarəetmə və liderlik sahəsində tətbiqini müzakirə etmək və bu siyasətdən ilham alan işgüzar şəxslərin bilik və bacarıqlarını artırmaqdır. Layihəyə əsasən 6 may, 6 iyulda müxtəlif dövlət və özəl sektordan olan şəxslər dövlət rəsmiləri ilə təcrübə mübadiləsi görüşlərində və idarəetmədə innovativ liderlik bacarıqları mövzularında təlimlərdə, asan xidmət təcrübəsi ilə tanışlıq tədbirlərində iştirak edəcək. Həmçinin işğaldan azad edilən ərazilərə infoturlar təşkil olunacaq və təəssüratlar toplusu onlayn kitabı nəşr ediləcək. Bugün artıq 150-dən çox dövlət və özəl sektorda əməkdaşlar bu marafona qoşulublar və qarşıdakı aylar ərzində qeyd etdiyim kimi zəfərə aparan yolda Azərbaycan Prezidentinin strateji vizyonunun və strateji idarəetməsinin bir yerdə, birlikdə tədqiq edilməsi, araşdırılması və təlim edilməsi, onun təcrübəsinin öyrənilməsindən ibarətdir.